Bərabərsizliyin natural həllərinin sayını tapın. Burada x-in əmsalına bölməliyik hər tərəfi, lakin birinci müəyyənləşdirək, x-in əmsalı müsbət ədəddir, yoxsa mənfi ədəddir. 3 kök altında 6 çıxılsın 7 bərabərdir. 3-ü kvadrata yüksəldib kökün altında yazsam 9 vurulsun 6 çıxılsın 7-ni də kök altında 49 yaza bilərəm. Buradan alıram ki, kök altında 54 çıxılsın kök altında 49. Əlbəttə ki, 54 49-dan böyük olduğu üçün bu ifadə də müsbətdir. Bərabərsizliyin hər tərəfini müsbət ədədə böldükdə və ya vurduqda işarəsi dəyişmir bərabərsizliyin. Ona görə yaza bilərik. X kiçikdir. 15 kök altında 6 çıx 35-dən 5-i ortaq vuruq olaraq çıxarsam olar. 3 kök altında 6 çıxılsın 7. Və hər tərəfi də 3 kök altında 6 çıx 7-yə bölsək, bunlar ixtisar gedir. Qalır x kiçikdir 5-dən. 5-dən kiçik olan natural ədədlərimizin sayı sadəcə 4-dür. Yəni 1, 2, 3, 4.